Mehriban adamlardan qorxuram. Və bir adam gəlir, bir də görürsən söhbəti elə mehriban, qorxa-qorxa qalırsan ki, ay Allah, görəm bunun bu mehribançılığın axırı nə olacaq, nə? Paz hardan girəcək? Anar, təsəvvür elə Yazıçılar Birliyinin sədri durub müsahibəsində deyir ki, mən fəxr eləyirəm ki, həyatımı kəramət kimi yaşamamışam. Gör Anar nə qədər maraqsız bir adama çevrilib. Xalq yazısı bir saatlıq müsahibə verir, onun müsahibəsinin başlığına nəvəsi yaşında kəramətin adını çıxardılar ki, cəmaət baxsın. Azərbaycanda təhsil sistemi də başdan ayağa bir yalandır. Yalandır, aldanışdır. Azərbaycanda nəzəri cəhətdən ateist olmaq mümkündür, amma praktik cəhətdən mümkün deyil. Sən səhər evdən çıxırsan, qonşu deyir ki, ay bala Allah qorusun, axşam çox yaxşı danışın. Deyir, sağ ol xala, Allah saxla. O deyir, ay bala Allah balanı saxla. Sən Allah balanı saxla. Bir də görürsən ki, sən evdən ateist kimi çıxmışdın, axşam Allah adamı kimi qayıdırsan evə. Və yaxud tüm günü təhsil sistemini tənqid edən, məktəblərdə rüşvət var, nə bilim, xlor pulu yığılır, müəllim pulu yığılır, nə bilim, nə pul. Sən bu verişə bunu danışacaqsan, uşaq evdə axşam deyəcək ki, ata, müəllim bilirsən bugün mənə nə dedi? Atan yenə nə idi orada danışırdı? Nə bilim, sənin pulun zadın lazım deyilmi? Uşaq da bəlkə sinifdə bir qızı sevir. Onun yanında pərt olacaq. Axşam gələcək evdə, ata da məğlub oldu. O evə Allah adamı kimi qayıtdığı kimi bu sistemə məğlub oldu.